Təhlükəsiz yaxşısı, yamanı var. Sıldırım qayaların, uca dağların da qarı, dumanı var. Bu çətin dünyada kimisi uzun ömür sürmüş, kimisi cavan ikən köçmüş, kimisi ömür bağından yüz arzu dərmiş, kimisi körpə çiçək ikən saralıb solmuş. Oğul sən gedəndən qara saçlar da varmış. Yol çəkən gözləri qüssə, kədər yormuş. Küçəmiz, evimiz, daşlar, divarlar da qocalmış. Evimizdəki əşyaların cavanlığı da səninlə getmiş. Evimizdəki əşyaların da cavanlığı səninlə getmiş. Yoxluğuna hər gün yandı ürəklər. Ocağımızı söndürdü üstümüzə əsən qara yellər. Yolunu uzun zaman gözlədik, kəsildi ümidlər. Səni xatırladıqca gözlərim yaş axıtmış, surətin xəyalında necə var, elə də qalmış. Yoxluğunla bir anda hər şey dəyişdi. Bir qəmli ney kimi könlüm sızıldar. Sükuta dalmış evlərdə gözlər hər gün səni axtarar. Yazıq canım gah qapıda dayanar, gah pəncərədən baxar. Beləcə günlər ötmüş, aylar bitmiş, fəsillər dəyişmiş. Hara baxdıqca gördüm, hamının isti yuvası var, bircə mənim yuvam qalmış. Kimi gördümcə gördüm, arzularından danışır, təkcə mənim arzularım, yuvam kimi dağılıb, xarabə qalmış. Sənin qəhrəman hekayən böyük bir dastan oldu. Ölümünlə ölkəmiz, elimiz bütövləşdi. Torpaqlar qayıtsa da, neçə gözlər yollarda qaldı. İndi bizi hamı tanısın deyə, sən gedəndən qapımızda bayraq asılmış. İndi bizi hamı tanısın deyə, sən gedəndən qapımızda bayraq asılmış. Bu bayrağı görənlərə sual edəsən, qısa deyəcəklər ki, şəhiddir, o ev şəhid evidir. Yəni o deməkdir ki, buradan bir cavan oğlu köçür, bir nakam tarihi gedir. Orada narahat olan insanlar var. Gənc ruhanilərdən biri söhbətində qulaq asmışdı. İnsan ağlayır. O ağlamağıyla deyir ki, ilahi, mən çətinə düşmüşüm. Mən qəmginəm. Mənə kömək elə, mənə yardım elə. Bu ağrılı, acılı vəziyyətdən mən çıxa bilim, mən səbir verirəm. O ağlamağın içində bilirsən nələr var. Orada bağışlanmaqdan tutmuş, kövrəlməkdən, hər şey var orada. O Allahından bir cüt göz yaşıyla çox şey istəyir. Ona görə də bayraqdan o tərəfki divarda ah var, zar. Orada necə deyim sizə ki, orada yad eləyəcək onu düşündükcə çağıran var, orada ağlayan var, orada görürsən bəzən dilinə heç nə vurmayan var. Allah rəhmət eləsin. O divarların içində çox dəhşət var, tufan var orada. Orada qar da yağır, orada yağış da yağır, fəsillər tez-tez dəyişir. Orada bircə baxar. Allah rəhmət eləsin.